Birincisi, qlobal tənəzzül və qıtlıq. Neft qıtlığı yaşandıqda söhbət sadəcə kiminsə nefti $100, kiminsə $80 almasından getmir. Söhbət bəzi ölkələrin onu ümumiyyətlə heç bir qiymətə tapa bilməməsindən gedir. Zəngin ölkələr rəqabəti qazanaraq məhdud enerji resurslarını özlərinə çəkəcək, yoxsul ölkələr isə tənlikdən tamamilə çıxacaq. Bu o deməkdir ki, yoxsul ölkələrdə zavodlar bağlanacaq və onlar öz məhsullarını istehsal etmək əvəzinə bahalı ixaldan asılı vəziyyətə düşəcəklər. İkincisi, kütləvi inflyasiya. Logistika, benzin və qaz bahalaşarsa, dünyada hər kəs mağazadakı məhsulların qiymətinin kəskin artacağını görəcək. Zəngin ölkələrdə məhsulun maya dəyəri şərti olaraq $1-dan $2 qalxacaq. Kasıb ölkələrdə isə bu bahalı malları sifariş etməyə məcbur qalacaqlar. Daha çox pul, daha az miqdarda real məhsul üçün rəqabət aparacaq. Üçüncü, istehlakın və zənginlik effektinin azalması. Dünyada hamımız daha az məhsul istehsal edəcəyik. Sən yenə də eyni maaşı, məsələn $5000 ala bilərsən, amma bu məbləğin alıcılıq qabiliyyəti əriyəcək. Neft bahalaşdıqca istehlak daralır. Zəngin ölkələrdə bu ikinci gödəkçəni almamaq deməkdirsə, daha kasıb ölkələrdə birbaşa ərzaq qıtlığı demək olacaq. İnsanlar özlərini əvvəlki kimi zəngin hiss etməyəcək. Qara gün üçün pul yığmağa başlayacaq və bu da iqtisadiyyatdakı pul dövrəsini kəskin şəkildə yavaşladacaq. Dünyada hamımızı biraz daha kasıblaşdıracaq.